Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Bakı-Sumqayıt şəhəri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib. Məlumata görə bölgələr üzrə habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün sosial ödənişlər bu ay qrafikdən əvvəl ödəniləcək. Buna səbəb qarşıda gələn bayramdır. Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilib. Məlumata görə son bir ayda süni uşaq qidalarının qiymətlərində artım daha da nəzərə çarpıb. Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən başlayır. Ən bahalısı isə 120 manata alıcılara təklif olunur. Satışçılar bildirirlər ki, xaricdən ixal olunan məhsulların tədarükü və daşınması, xərclərinin artması qiymətlərə təsir göstərir. Bəs artıma səbəb nədir? Bu proses necə tənzimlənə bilər?